Menopauza sonrası qadınlarda quru göz riski artır. Amerika Birləşmiş Ştatlarının aparıcı tədqiqatçılarından ibarət bir qrup alim menopauza sonrası qadınlarda quru göz xəstəliyi riskinin artdığını aşkar edib. 3500-dən çox qadının üzərində aparılan araşdırmada menopauza sonrası qadınlarda quru göz hallarının daha çox olduğu müəyyən olunub. Tədqiqat anket ilə həyata keçirilib və nəticələr göstərib ki, menopauza sonrası qadınların 57,4%-də quru göz əlamətləri müşahidə olunub. Premenopauza dövründə isə bu göstərici 53,2% təşkil edib. Nəticə olaraq araşdırma menopauza sonrası qadınların göz səthindəki qatların zədələnməyə daha meylli olduğu göstərir. Ekspertlər bildirir ki, qadın xəstələrə bu dövrdə quru göz riski barədə məlumat verilməli və vaxtında diaqnostika aparılmalıdır. Araşdırma newsmedical.net saytında dərc olunub və Amerika Birləşmiş Ştatlarındakı The Menopause Society tədqiqatçıları tərəfindən aparılıb. Bu tədqiqat menopauza dövründə yalnız hormonal dəyişikliklər deyil, eyni zamanda göz sağlamlığının da ciddi nəzarət tələb etdiyini vurğulayır.